Şirniyyat bişirərkən diqqət etdiyim 2 əsas məqam var. Biri asanta hazırlanması, digəri isə bir o qədər ləzzətli olmasıdır. Bu isə tam o reseptlərdən biridir. Nə oldu belə bir ləzzət? Keçək hazırlanma qaydasına. Yumurta və şəkər kirşanı bir-birinə qarışdırılır. Daha sonra isə üzərinə digər ərzaqlar əlavə olunur. Otaq temperaturunda olan kərə yağı, vanil, qabartma və kakao. Daha sonra bütün ərzaqlar bir-birinə qarışdırılaraq tək bir küçə halına gətirilir. Üzərinə isə ununu əlavə edərək xəmiri yoğururam. Hardasa 1 stəkan yarım un əlavə elədim. Mənim hazırladığım reseptlə 18-20 ədəd təxmini peçeni alındı. Siz əgər çox etmək istəsəniz, ərzaqların miqdarını artıra bilərsiniz. Heç gözlətmədən yağlı kağız sərdiyim soba listinin içərisinə gördüyünüz kimi kündələr halına gətirərək düzürəm. Üzərinə isə buxarda əritdiyim şokolad yağını, yəni nisbətən yumşaltdığımı deyək, əlavə edirəm. Daha sonra isə 160-170 dərəcə aralığında isidilmiş sobada 10-13 dəqiqə qədəri bişirirəm. Çox bişirməyin ki, qurumasın, yumşaq qalsın. Və artıq hazırdır. Bişirəcək olan hər kəsə indidən nuş olsun. Növbəti videolarda görüşənədək məni Instagramdan izləməyi unutmayın.